Akşam saatlarında Meksika'nın İran'daki səfiri Guillermo Puente Ordorica Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub. Səfir media nümayəndələrinə açıqlamasını da bildirib. İndi Azərbaycana gəlmişəm. Hökumətin mənə göstəriş verib ki, səfirliyimizi burada Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə yerləşdirək. Buna görə mən və komandam burada oluruq. Göründüyü kimi vəziyyət mürəkkəbdir və bu bizim buraya gəlməyimizin səbəblərindən biridir. Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı iki tərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə dediyim kimi komandamla birlikdə Bakıda işləməyə, İran-Meksika icmasına dəstək verməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq. Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə əcnəbi vətəndaşların təxliyə prosesi davam edir. Polşa diplomatik heyətinin 11 üzvü İrandan Azərbaycana təxliyə olunub. Onlar sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar. Bugün saat 9:00-dan ümumilikdə İrandan Azərbaycan ərazisinə 4 diplomat olmaqla 34 Azərbaycan vətəndaşı, 7 Meksika diplomatları, ailə üzvləri, 73 Çin, 14 Pakistan, 4 İran, 1 Kanada, 1 Böyük Britaniya, 3 Belarus, 3 Rusiya, 2 Almaniya İrandan təxliyə edilib. Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi mərhələli şəkildə davam etdirilir. Değişen bölümleri